Davam edirik. Ağstafa şəhəri Müseyib Allahverdiyev küçəsi 16 ünvanında 3 mərtəbəli 20 mənzilli yaşayış binası sökülərək yerində 4 mərtəbəli 32 mənzilli yaşayış binası tikilir. Tikintidə nələr nəzərdə tutulub? Daha ətraflı məlumatı əməkdaşımız Alməmməd Nəbiyev məlumat verəcək. Alməmməd, hər vaxtınız xeyir, buyurun, söz sizdə. Bəli, ölkəmizin qərb qapısı sayılan Ağstafa şəhəri də doğma Qarabağımız kimi, digər bölgələrimiz kimi, şəhər və rayonlarımız kimi günü-gündən abadlaşır, gözəlləşir, yenidən qurulur, inkişaf edir. Bəli, sizin də qeyd elədiyiniz kimi biz hazırda ASTV xəbər komandası olaraq Ağstafa şəhəri Müseyib Allahverdiyev küçəsi 16 ünvanda inşa edilən 4 mərtəbəli yeni yaşayış binasının ərazisindəyik. Elə bu anda, bağlantımızın bu anında operatorumuz Elmar Qasımovdan xahiş edirəm ki, vizual olaraq yeni yaşayış binasının görüntülərini sizə və tamaşaçılarımıza təqdim eləsin. Bəli, vizual olaraq da görüntülərdən də gördüyümüz kimi yaşayış binası memarlıq baxımından müasir şəhərsalma standartlarına uyğun şəkildə inşa olunur. Bəli, bu həqiqətən də belədir. Görüntülərdən də gördüyünüz kimi çox möhtəşəm bir yaşayış binası inşa olunur Ağstafa şəhərində. Elə bu məqamda istəyirəm sizə və tamaşaçılarımıza həm bu ərazi haqqında, eyni zamanda yaşayış binası haqqında bir neçə ətraflı məlumatları sizə çatdırım. Qeyd etmək istəyirəm ki, hazırda bizim olduğumuz bu ərazi Müseyib Allahverdiyev küçəsi 16 ünvanda yaşı bir əsrdən çox olan 3 mərtəbəli 20 mənzilli bir bina mövcud idi. Bina sökülərək məhz yerində belə bu cürə möhtəşəm bir yaşayış binası hazırda inşa olunur. Ümumilikdə isə xüsusi olaraq qeyd etmək istəyirəm ki, yaşayış binasında hazırda daxildə birinci və ikinci mərtəbələrdə hörgü işləri, paralel olaraq isə 4-cü mərtəbədə dəmir beton konstruksiya işləri həyata keçirilir. Ümumilikdə isə bina haqqında onu da deyə bilərəm ki, bina 4 mərtəbədən 2 giriş hissəsindən ibarətdir. Binanın ümumi ərazisi 2400 kvadrat metrdir. Bundan savayı binanın zirzəmi hissəsi də mövcuddur və eyni zamanda binanın həyətində binanın sakinlərinin avtomobilləri saxlamaq üçün yeni dayanacaqlar da inşa olunur. Bundan başqa onu da qeyd etmək istəyirəm ki, yaşayış binasında ümumilikdə 32 mənzil olacaq və bu mənzillər 1, 2, 3 və 4 otaqlı olmaqla studiya dupleks mənzillər olacaq və xüsusi olaraq vurğulamaq istəyirəm ki, mənzillər bina sahiblərinə tam təmirli formada təhvil veriləcəkdir. Uşaqların, yeniyetmələrin sağlamlığını qorumaq üçün isə bu ərazidə idman qurğuları da quraşdırılacaq. Tikinti tam başa çatdıqdan sonra ətraf ərazi asfalt örtüyü çəkiləcək əraziyə və qeyd etdiyimiz kimi yeni səkilər salınacaq və yeni yaşıllıqlar zonası da salınacaqdır. Ümumilikdə isə binada işlər davam edir. Bizim isə ASTV xəbər komandası olaraq hələlik Ağstafadan çatdıracaqlarımız bu qədər. Sözü yenidən ötürürəm mərkəzi studiyaya. Buyurun, söz yenidən sizdə. Əməkdaşımız Alməmməd Nəbiyev Ağstafadan bizimlə birbaşa bağlantıdaydı.